Zəhra xanımdan soruşum. Zəhra xanım, həssas məsələlərdə panik atak yaman insanları narahat eləməyə başlayır. Bunun öhdəsindən gəlmək olurmu? Əlbəttə ki, yəni Kömək bunlar edə bilirsiniz ümumiyyətlə. psixosomatikaya bağlı bir məsələlərdir. Yəni keçən dəfə də izah elədim. İnsanın həyatı boyu yaşadığı hər hansı bir psixoloji gərginlikləri içində yığılır və bir zaman ya bu ağrı formasında ya da xəstəlik formasında üzə çıxır ki, yəni bu da psixosomatik xəstəliklərdir. Bəzən həkimləri gedirik, deyirik, heç bir problem yoxdur, amma ağrıyıram. Müxtəlif check-up müayinələrindən keçir, amma yenə ağrıyır. Və çox zaman bir də görürsünüz, həkimlər yönəldir ki, yəni bunu klinik psixologiya, psixoterapevtə yönəl və psixoterapiyaya keçir. Bunu da yəni dərin o şuur altına inərək o səbəbi kökü tapırıq və həmən yəni olub ki, dəfələrlə depressiyalarına, hətta bir xanım olub məndə 37 il asmadan sağalıb. Səbəb kök olaraq psixosomatika. Suda boğulma təhlükəsi olub xanımın 10 yaşından və 54 yaşında o təsəvvürləyin ki, nəfəsi gərilə-gərilə, hədsiz formada, yəni o dərəcədə pis formada yanıma gəlmişdi. Bir dəfə hipnoterapiya elədik və 3 dəfə də kognitiv terapiya elədik o xanımla. Daha sonra 5 ay ümumiyyətlə xəbər qalmadı. Moskvadan sonra zəng gəlib ki, mən tamamilə sağalmışam. Yəni bu möhtəşəm bir şeydir əslində qalsa. Yəni hər kəs, hər bir həkim, peşəkar öz işini doğru formada, layiqli, dürüst formada yerinə yetirəndə nə gözəl. İnsanların da inanmıdır. Sizdən bir xahişim olacaq. Buyurun. Mən istəyirəm ki, Ayşənlə yaxından maraqlanasınız. Sevə-sevə. Verilişimizdən təmənnasız olaraq. Sevə-sevə. Ayşən, sənə psixoloq ayırırıq. Zəhra xanımı vaxt təyin edəcək, həftədə bir dəfəmi, 2 dəfəmi, indi özləri biləcək. Yaxşı, bugündən sonra sənin Aygün yox, mənim xahişim oldu. Niyə? Qorxu, bunda fobiya var. 100%. Mən xahiş elədim. Bugündən psixoloqunda təmənnasız. Yenə edirəm, xanımda sonra irəlidə hansı bir ağrı ola bilər, xəstəlik ola bilər. Bəzən bir neçə il çəkə bilər, 5 il, 10 il sonra mütləq bunun fəsadı üzə çıxacaq. Mütləq. Təşəkkür edirəm. Buna görə bunun tam həlli mümkündür. Yəni vaxtında psixoterapiya keçin, dəyərli dostlar. Eşq olsun. Baxaq mı görüntülər?